Hamınıza salam dostlar. Bu günləri sizə internetdə tapşırıq edərək, sosial şəbəkələrdə kanalları takip edərək və postları bəyənərək necə pul qazanmaq olar onu göstərəcəm. Sizdən bir xahişim var ki, kanala abunə olasınız və videoya like atasınız və öz sınağınızı, yəni nə qədər pul qazandığınızı şərhlərdə də bildirməyi unutmayın. Keçək videomuza. Deməli, saytın linki aşağıda yorumlar ya da açıqlama qismində olacaq. Linkə toxunduğunuzda belə bir sayt açılır və burada qeydiyyat sözü var. Qeydiyyat sözünə bir dəfə basırsınız və belə bir yer gəlir. Burada daxil olunan adınızı və e-postunuzu, parol və parolun təkrarını yazırsınız və saytın qaydaları ilə razıyama basıb, bir də mən robot deyilmə basırsınız və qeydiyyatdan keçinə basırsınız. Mən artıq qeydiyyatdan keçmişəm deyə hesabıma daxil olacağam. Hesaba daxil olduqda belə bir yer gəlir. Sağda yuxarıda 3 nöqtə var. 3 nöqtəyə toxunduğunuzda sizin balansınızı görə bilərsiniz. Məndə hal-hazırda 22.62 rubl var balansımda. İndi bunu çıxarış etməyi də öyrədəcəm. İlk əvvəl pul çıxarış etmək üçün siz bura hər hansı bir bank hesabınızın nömrəsini və yaxud hər hansı bir elektron pul qabının kodunu yazmalısınız. Mən gördüyünüz kimi mən çıxarış etmişəm buradan və WebMoney vasitəsilə çıxarış etmişəm. İndi bu cüzdanınızı necə bağlamaq olar onu göstərəcəm. Solda yuxarıda 3 dənə xətt var. O xəttin üzərinə toxunursunuz və şəxsi hesab yazılıb. Şəxsi hesabın üzərinə bir dəfə basırıq. Biraz aşağı gəldikdə gördüyünüz kimi burada rubl işarəsi var. Rubl işarəsinə bir dəfə toxunuruq. Mən dediyim kimi WebMoney ilə daxil olmuşam. Ona görə də burada WebMoney sözü var və VM ID yazılıb. Orada mən öz WebMoney hesabımın ID-sini buraya yazmışam və VMS cüzdanımın kodunu aşağı yazmışam. Bunu necə götürmək olar sizə göstərim. Daxil oluruq WebMoney-imizə. Gördüyünüz kimi yuxarıda VM ID yazılıb. Bunu üzərinə bir dəfə basırsınız və kopyala yazılıb. Kopyalaya toxunduğunuzda bu kopyalanır və VMS cüzdanımızın kodu da burada yazılıb. Bunu da üzərinə bir dəfə basdıqda kopyalanır. İndi dostlar sizə buradan çıxarışlarımı göstərim. Gördüyünüz kimi dünənləri 0.73 sent çıxartmışam və yazılıb ki IP Web. Yəni bunu göstərmək istədim ki bu proqram həqiqətən də ödəniş eləyir. Qaydırıq proqramımıza. Bunları yazdıqdan sonra siz istəsəz Payer'i yaza bilərsiniz, Umoney yaza bilərsiniz, Perfect Money hesabınızı yaza bilərsiniz və yaxud da bank kartınızı yaza bilərsiniz. Mən WebMoney-dən istifadə edim və bunları yazdıqdan sonra aşağıda saxla sözü var, görürsünüz. Saxlaya bir dəfə basırsınız və sizin öz Cashlog hesabınız gəlir. İndi dostlar mən çıxarış etmək istəyirəm pulumu. Bunu necə edə bilərəm sizə onu göstərim. Yuxarıda gördüyünüz kimi 3 dənə xətt var. Yəni həmişə kimi solda yuxarıda 3 dənə xəttə toxunuruq və burada qazancılar sözünün üzərinə bir dəfə basırıq. Burada yazılıb vəsaitləri çıxarın. Vəsaitləri çıxarın üzərinə bir dəfə toxunduqda görürsünüz ki, pul kisəsini köçürmə mənim hesabımda 22.61 var. Bunun hamısına çıxarına basırıq və buradan VMS pul kisəsi var. Onun üzərinə bir dəfə basdıqda bu gəlir. Deməli, çıxarma komissiyası 0.1 VMS-dir. Mənim hesabıma oturacaq 0.22 VMS. Yəni 22 sent oturacaq. Burada tərcümə et yazılıb. Yəqin tərcümədə səhv olub. Çıxarış et deməkdir bəlkə də. Bunun üzərinə bir dəfə toxunduqda və bəli gördüyünüz kimi yazılıb ki, çıxarma sorğusu uğurla göndərildi. Növbəti 30 dəqiqə ərzində siz tələb olunan vəsaiti qeyd etdiyiniz pul kisəsinə köçürmənizi alacaqsınız. Və gördüyünüz kimi də balansımdan pul silindi. İndi sizə göstərirəm necə pul qazanmaq olar. Yenə də solda yuxarıda 3 xəttə toxunuruq. Burada yenidən qazanclar bölümünə gəlirik və pul qazan sözü var. Pul qazanın üzərinə basırıq. Burada gördüyünüz kimi tapşırıqlar verir bizə. Bu tapşırıqlar da mənə hal-hazırda burada Instagramda story'yə girib ekran SS eləyib atmağımı istəyir. Və buna görə də mənə 0.17 rubl verir. Bunu yarım saat içində etmək lazımdır. Daxil oluruq linkə. Və gördüyünüz kimi Instagramda gəldi. View story. Və bu story-ni sadəcə SS eləyib atmağımı istəyir. Gördüyünüz kimi ekran görüntüsü alıram. Ekran görüntüsü aldım və qaydırıq yenidən saytımıza. Saytımıza qayıtanda
bu oxla göstərdiyim yerə bir dəfə toxunuruq və Zagruzit fayl yazılıb. Onun üzərinə bir dəfə toxunuruq və axırıncı ekran görüntüsünü alıb tamamdıra basdıqdan sonra gördüyünüz kimi burada tik işarəsi gəldi. Onun üzərinə bir dəfə basırıq və yeni bir tapşırığa bizi yönləndirir. Bu tapşırıqda deyir bizə 300 saniyə gözləmək lazımdır. Biz bunu təbii ki də gözləməyəcəyik. Əslində bu tapşırığa görə 0.43 rubl verir. Və bu tapşırığı keçə basırıq. Oxla göstərdiyim yerdə keç var, ora basırıq. Və gördüyünüz kimi indi bizi LinkedIn proqramına atır. LinkedIn-in üzərinə bir dəfə toxunuruq. Yəni linkin üzərinə. Burada sadəcə bu həmin göstərdiyi takib eləyirik. Və yəqin ki bizə yorumları atdığına görə yorum elə deyib. Postunu da bəyənirik və SS eləyirik, atırıq. SS eləyirik, qayıtırıq yenidən həmişəki kimi bura basırıq, Zagruzit fayl. Şəkilimizi seçib tamamdıra basırıq və budur. Bundan yuxarıdakı üst xəttə yenidən basırıq və qazanclar sözünə toxunuruq. Burada aşağıda tamamlanmış tapşırıqlar yazılır. Onun üzərinə bir dəfə basırıq və gördüyünüz kimi biz 3 dənə tapşırıq tamamladıq. Bu tapşırıqları burada sarılar gözləmədə olan tapşırıqlardır. Bu yaşıllar isə artıq ödənişi edilmiş tapşırıqlar. Siz burada dostlarınızı dəvət edərək dostlarınızın burada olan fəaliyyətindən, yəni qazancından faiz də ala bilərsiniz. Bunu da necə etmək olar göstərim sizə. Yenidən 3 xəttə basırıq və qazanclar sözünə bir dəfə toxunduqda burada istinadlar yazılıb. İstinadların üzərinə basırsınız və bu sizin istinad linkinizdir. Mənim budur linkim və bugün reflink ziyarətlər yazılıb 16 və cəmi 38 ziyarətim olub mənim. Bu gün üçün 16-dır sadəcə. Aşağı biraz gəldikdə və görürsünüz ki mənim sadəcə 3 ədəd referalım var və bu referalların sadəcə bir dənəsi burada reklamlar izləyib, neyiniyib, mənə 0.12 rubl gəlib ondan. Bu da bir qazanc növüdür. Bu da bir qazancdır. İndi dostlar, mənim hesabıma pul yatsın, onun da sizə videosunu göstərəcəm. Bəli dostlar, artıq hesabımıza pul ödəniş gəldi. Bildiyiniz kimi 0.22 VMS yatırmışdıq hesabımıza və Webmoney hesabımıza yenidən daxil oluruq. Və gördüyünüz kimi artıq hesabımızda 1.01 VMS-imiz var. Yəni bunların hamısı burada sadəcə 1 saatlıq çalışma ola bilərdi ki, yəni 1 VMS yığa bilək. Yəni uzağı 1 saatımızı alacaq idi. Bu da dostlar belə bir yaxşı bir proyekt idi, pul qazanmağın bir yolu idi. Sizdən xahişim odur ki, videoya like atasınız və kanalda abunə olasınız ki, belə videoların davamı gəlsin. Qeyd edim ki, bu yəni əsas bir qazanc olaraq götürmək olmaz. Bunun sadəcə yəni əlavə bir gəlir mənbəyi kimi burada vaxt keçirmək olar. İzlədiyinizə görə çox sağ olun dostlar. Gələn videolarda görüşənədək sağ olun.